Mənim atam məktəbdən qırmızı diplomdan qutardı. Getdi Bakı Dövləti qırmızı diplomdan qutardı. Ondan sonra aspirantura, rezidantura, doktorantura falan filan zırt pırt bu boyda şey. Yəni 20 ilin bada verdi. 20 ilini bada verdi. Axırda getdi fəlsəfə elmini seçdi. Onu fəlsəfə elmləri doktorluğu namizəd oldu. Onu aldı, elədi falan filan zırt pırtdır. İndi hal-hazırda 20 neçə ildir çəkdiyi əziyyətdə Elmlər Akademiyasında nə qədər maaş alır? 450 manat, 500 manat. Mən amma TikTok vaxtlarında, o TikToku başım bıraxmamışdan əvvəl 1 saatı 200-300 dollar qazanırdım. Yəni mənim dədəmin 20-30 ildir çəkdiyi əziyyətin bəhrəsində axırdığı aldığım maaşı mən TikTokda 1 saat ağzıma gələni danışırdım. Mən 1 saat onu qazanırdım. O neyinib, mən neyinəmişəm. Bu məsələ budur. Ona görə deyirəm, oxumaqdır, elmdir, qardaş.